Yasəmən çiçəyi əsrlər boyu yaşayan və hər yerdə simvol kimi istifadə olunan bir çiçəkdir. Belə gözəl tarixi olan bir çiçəyin gözəl bir sevgi hekayəsi də var. Bir gün şahzadə günəş tanrısına aşık olur və cəsarətini toplayıb ona öz sevgisini etiraf edir. Lakin günəş tanrısı şahzadədən xoşu gəlmir və ona rədd cavabını verir. Bu cavaba üzülən şahzadə canına qəsd edir və onun külləri yerə səpilir. Yerə səpilən küllərin hər dənəsindən Yasəmən çiçəyi çıxmağa başlayır. Şahzadə o qədər üzülmüşdü ki, onu incidən günəş tanrısına olan məhəbbətindən gündüzlər aşmaqdan imtina edir və şəfəq vaxtına qədər istədiyi kimi açıb öz ətirli qoxusunu ətrafa yayır. Bu məhəbbət hekayəsinə görə Yasəmən çiçəklərinin öz ətrini yaydığı sıx saatlar gecədən şəfəq vaxtına qədər olan saatlardır. Axı kim deyir ki, gecələr zülmət qaranlıqdır?